Çox döllü hamiləlik, əkiz, üçəm və daha çox döl deməkdir. Bu cür hamiləliklər gözəl səslənsə də, bəzən əlavə risklərlə müşayiət oluna bilər. Sadə dildə desək, bu risklər nədir? Vaxtından tez doğuş. Əksər çoxdöllü hamiləliklər 37 həftəyə çatmır. Üçəmlərdə orta doğuş həftə təxmini 32-34 həftədir. İkincisi, dölün çəkisinin az olması. Körpələr ana bətnində eyni resursu paylaşdığı üçün bəzən biri digərindən daha az qidalana bilir. Təzyiqə nəzarət etməliyik, çünki preeklamsiya riski daha yüksəkdir. Çox döllü hamiləlikdə təzyiq qalxması daha tez-tez rastlanır. Hamiləliyin şəkərli diabeti. Plasentanın hormonları daha çox olduğuna görə şəkərin yüksəlmə riski artır. Anemiyanın yaranması. Orqanizma daha çox dəmir lazım olur. Daha böyük həftələrdə ağırlaşmalar nə ola bilər? Su çoxalması, uşaqlıq boynunun qısalması və bəzi hallarda erkən sancılar başlaya bilər. Belə doğuşlar əksər hallarda əməliyyatla nəticələnir. Yəni döllərin gəlişinə görə, vəziyyətinə görə çox hallarda keysəriyyə seçilir. Beləliklə, çoxdöllü hamiləlik arzu olunan variant deyil. Ana və döl üçün fəsad riski bir döllü hamiləliyə görə nisbətən qat-qat yüksəkdir. Belə hallarda mütəmadi həkim nəzarəti, ultrasəs müayinə, analizlər və həkimlə sıx əlaqə mütləqdir.